Hamınıza salam uşaqlar. Mən bugün sizlərlə bərabər Roblox Brookhaven'da gizlilikləri göstərəcəm sizə. Brookhaven'da bildiyiniz kimi çox gizli bir yer var. Gizli yerlər var. Daha doğrusu bildiklərimin əlimdən gələnin hamısını sizə göstərəcəm. Çalışacağam hamısını göstərim. Bildiklərimi yadıma gələnə qədər. Kanala abunə olun, like atın, video keçək. Bəli uşaqlar, paltarımı dəyişmişəm. Necədir? Nəysə, ilk gizli yerimizə gedək. Buraya ən yaxın bura olduğu üçün buranı göstərəcəm. Bura polislər üçündür uşaqlar. Polislər girə bilər, çox da. Ən çox bura polislər girir. Əşyalarımızı götürək. İlk öncə silahımızı götürək. Katanamızı götürək. Sniperımızı götürək. Sonra bir dənə fener götürək. Fanar da götürdük. Fanar. Gedirik. Heç səndən qorxum yoxdur. Bəli. Burada bu üstəki olan lampaya basırıq. Belə bir yer açıldı. Buraya girmək istəyirik, girdik. Və bura gəldiyinizdə belə bir yer olacaq. Burada silah zat var. Abunə olmazsanız, abunə olub like atmazsanız, nəysə. Burada polis kameraları var. Burada hər tərəfi görə bilərsiniz. Burada hər tərəf belə görsənir. Məsələn, başlanğıc belə görsənir. Hastane içidir, nə bilim. Hər yer görsənir də, yəni. Polis karakolu zat. Həbsxana, əsas həbsxana deyə. Bura. Yəni, belədir bura. Bura belə bir gizli yerdir. Bura polislər üçündür. Gəlin, gedək başqa bir dənə gizli yerə. Bir dənə üstə çıxım kayda asacaq. Bəli, sonraki gizli yerimiz baxarıq. İndi buradan bu evi seçirik. Mənim seçdiyim evi. Seçirik. Yanımıza bir dənə qız gəlir. Tanımırıq. Evimizə girməyə qoymuruq. İnşallah da girməz. Neyse, gizli olsa evi siləcəm. Buradan üst kata gəlirik. Kassa olan tərəfə gedirik. Ondan boyumuzu balacalaşdıraq. Gələk kassanı buranı açırıq. Buradan sonra açdıqdan sonra burada belə divarda bir dənə boşluq var. Boşluqdan girirsiniz və belə bir yer var. Belə böyük, geniş bir yer. Yəni bunu da bilin. Kasanla bağlayayım, evi də şeyləyim. İndi boyumuzu böyle bir sonraki gizli yerə gedək, gəlin. Məktəbdəki bir gizli yerə gedəcəyik. İlk öncə bir dənə maşın çıxartmamız lazım. Sonra ayaqla belə uzun çəkəcək. Məktəbdən məncə çox adam bilir bunları, bu gizli yerləri. Məktəb bu arada dəyişib uşaqlar, belə dekor eləyiblər. Bunu da bu cür eləyiblər. Bunun üçün belə bir şey yox idi. Buradan belə girirsiniz. Bura girirsiniz və burada belə geniş bir gizli bir yer var. Silahlarımız yox olsun. Məktəbə gələndə silahlarımız yox olur. Onu da bilin. Buradan çıxırıq sonra. Təbii çıxma bilsək. Tamam. Buradan alt kata gəlirik. Üst kata çıxırıq. Bildiyim üzəri belə bir gizli yer olmalıdır. Çox gözəl gizli yerlər ağlıma gəldi. Onlar ağlıma gəlməmişdi. Bura gəlirik, musiqi alanı. Burada da aça bilsək, hə. Buradan arxasından belə gizli bir yer var imiş. Onun üçün ikinci bir dənə yatağımızı götürək. Götürdük. Buradan qoyaq yatağımızı. Belə qoy. Ağam qoyduq. İman gücü. Burada belə bir boşluq var. Çox böyük bir boşluqdur. Yəni həqiqətən çox böyükdür. Burada gizlən patsa da oynasınız, bura gələ bilərsiniz və o tərəfdə bir dənə havuz var, gözləyin onu göstərir sizə. Bəli, burada da havuz otağı var. Yəni buranı çox adam bilir, 100%. Çıxış da buradandır. Nəysə, buranı göstərdiyimiz üçün school'dan çıxırıq. İndi
Hastaneye gedirik. Hastanede 2 dənə gizli yer var. Bir dənə soğuk asandı. O biraz çətin ola bilər. Bir dəqiqə. Hop. İlk asandım mən. Onsuz da buranı hamı bilir. Hamı bilir. Burada belə adamlar zatlar var. Piu piu piu. Burada adamlar falan var. Yəni burası da belədir. Gəlin keçək o birisi yerimizə. Yəni əslində bura hamının bildiyi bir yerdir. İndi keçəcəyik başqa bir yerə. Hop dığlıq. Keçək bura. Bura hana da buradan belə gedirik. Buradan aha ilk ışını. Buradan nəsə. Burada kur kafa var. Buradan ki atlanırıq. Baxın. Baxın səsə. Gözlü səsə artırım. Oyunu səsə artırım. Eşitdik səsi. Burada bir dənə gizli yer var. Onun içində burada bir dənə gizli yer var. Onu atmaq sonra biz sizin eləməliyik. Gəlin gedək göstərim sizə. Kanala like edib abunə olun. Gəlin göstərim orada. Onu da göstərim. Astım qapını. Aa! Dəqiqə. İlk önce bir dənə buranı göstərim, ondan sonra gedək. Bir yer var, oraya gedəcəyik. İlk önce buranı göstərək. Burada şey gəlsiz gəlmiş sandığa. Burada kim ölmə? Hasta oldu. Onu söyledim. Burada beni bırak, beni hemen serbest bırak yazan şeyin üstünde cilisiz ve burada boş bir yer var ve tövbe bismillah. Sesi eşidirsiniz, bakın sesini verdim. Tövbe bismillah. Ben böyle korktum. Neyse. Çok korkmayın. Aklımdan gireceğim dık Necmi'yle. Karabaş'tan gireceğim saçtım. Bozok. İnşallah bozuk tanıyanlar ay Allah abone olup like atsın. Gözleyin. Hop. Dık. Onun için bu ahıra gelirsiniz. Başınızı bura parça edirsiniz. Sonra buradan çıkırsınız. Bu ağaçta bir yer var. Oraya bastınız. Bakın bastınız, bir dəfə bastınız. Ondan sonra təzdən gediniz o hastanede göstərdiyim yerə. Gelin tez gəlirəm. Aha bəli şöyle hastaneye gəldik. Atımızı qoyaq burada. Atımızı kilitlədik. Kuru kapan arkasına yine atlandık. Və bəli burada əslində açılmamışdı. Bura indi açıldı. Belə bir yerdir. Daha fanarda tutun. Belə bir yerdir. Burada yəni gizlən pas falan olursanız bura girə bilərsiniz. Vaa. İndi buradan çıxaq. Bir sonraki gizli yerimizə keçək. Bəli, bir sonraki gizli yerdə məncə bunu hamınız bilir. Amma yenə də göstərəcəm. Maraqlı olsun deyə. Video. Bura gəldik. Metroya düşürsünüz. Burada metromuz var. Çok güzel bir şey göstereceğim. Işığa basınca ışık bağlanır. Çok güzeldi. Neyse. Burada şehir merkezi istasyonu. Onun üstüne bir defa basırsınız. Sonra burada oturursunuz. Buradan böyle keçirsiniz sonra. Ve yerin altına geldiniz gördüğünüz gibi. Burada böyle bir gizli yerdi. Bir sonraki gizli yere keçib gəlirəm. Bəli, bir sonraki gizli yerimizdə hər olacaq. Gəlin göstəreyim. Atımızı yine çıkartırıq. Bu atımız da bizi çok sevdi. Bismillah, buratlandık. Şöyle burada böyle bir gizli yer var. Böyle polis. Bunun içine girsiz ve görünmez olursunuz. İçinden görebilirsiniz ama dıştan hiç kim görebilmir. Bu da böyle bir gizemdir. Başka gizem ağlıma gelse kayıt atacağım. Bay bay. Bir tane daha gizem bilirəm. Ama onu ben bir defa denemiştim. Bence onu yazacaq. Onu da deneyənlərdə zaten olmamışdı. Görək indi olacaq. Test eləyək. Dımırap. Bir saat nəsədir? Oha. Vaxt nəsiz keçir. Bugün parti var. 6-cı gündə. Doğdu. O zaman bay bay. Burada mənim evimdə. Hansı ev almanız lazımdır? Nə alaq? Səhv aldıq.
ev yoxdur. Uzanırıq. Ya da yatmaq da olar. Biraz uzaqda olurlar. Uyku dedik. Sonra buradan evimizi silirik. Hop. Ve gördünüz oldu biraz. Biraz oldu ha. Biraz oldu ama tam olmadı da. O çok karizmatik bir tane oğlan var burada. Ben daha karizmatikmim kardeş. Piu piu. Gel lan buraya. Cumla. Atacağım. Buradan başka çaren yok. Çıkarma. Ben de aldım suyun içine. Ben seni takip edeceğim. Neyse. Aklıma bir sonraki izlem gəlsə kayda açacağım. Gəlməsə videom bitəcək burada. Bay bay. Bir tane de bir şey bilmem ama bu bence gizem sayılmır. Elə belə normal göstərim video biraz uzun olsun diye. Buradan bir havalimanına gelirsiniz. Buradan böyle kaç. Buradan böyle gelirsiniz. Tahta uçak var burada. Bu uçak həqiqi uçaqdır. Allah, kes bura. İndi bura giriş bam. Bura giriş və uçaqdasınız. Gördüyünüz kimi. Gəlin bir qədər acı Yıldırım anamına basaq. Ben çok uyanık birisi. Ben çok ölüyüm. Ünlü değilim. Neyse 32 bin video izledim. Atıldı. Yok. Dur. Atılmalıyım diye sen. Acil durum. Acil duruma basıram. Ha tamam. Kaç. Vay. Titriyre. Çıktım. Bas gazı. Vay. Kaç. Bəli, videomuz bura qədər deyil. Yəni, başqa gezi yer ağlıma gəlsə kayda asacağım. Gəlməsə video bitəcək. İndidən deyim ki, ağlıma başqa heç bir şey gəlmir. Aha, özünüzə yaxşı baxın. Like atıp abone olmayı unutmayın. Sağ olun.